Çində və bəlkə də dünyada yeganə konfetdir ki, bunu yeyəcəksən amma arıqlayacaqsan. Bu dostlar mal ətindən hazırlanmış konfetdir. Çox qeyri-adi bir şeydir. Deməli bunun tərkibində 100 qrama 330 kaloridir və 18 qram zülal var. Ümumiyyətlə içində bir çox şirniyyatlar və məzəli dadına baxmışam. Balıq sümüyü, toyuq ayaqları, qaz dili və yaxud qarğıdalı dondurması. Amma mal ətindən konfet mənim üçün bəlkə də ən qeyri-adi bir şirniyyat içində. Paçkada yağ isi gəlir və qurudulmuş ət isi gəlir. O bastırma olur, pivəxanalarda falan verirlər. Eyni belə bir iydir. Mən sadəsini götürəcəm. Bu duzludur. Adi duzlu. Konfet də belə görünür. Buna konfet deyənməzsən hətta. Düzdür, adı konfet qoyublar, amma bu doğranmış, biraz şirinləşdirilmiş ətdir də, ət parçalarıdır. Amma çox dadlıdır, mən bəyəndim. Düzdür, şirinliyi də var, amma ətin dadı çox hiss olunur. Görürsən, bu çayını içmək olur. Təsəvvür evə qonaq gəlir, qabağını belə ətli konfetləri qoysan ki, gələ çayla yiyib. Düzdür, paçkadakı iyi olmazsa yaxşı olardı, amma dadı qəşəngdir. Çox qəşəngdir, bəyəndim.